hocanız görün nə deyir? Ay, Yox, eləməyin. hocam deyib gəzən. Salam aleyküm, mənə bax. Yox, cəmaata kinayə eləmə də. Ola bilər ki, Hüseyin kimsə bilmir, başa düşmür. Yəni cəmaata kinayə eləmə. Yəni bizim məqsədimiz məqsəd Allah üçün. Bax, qulaq asın. Nə mürşidin şəxsiyyətinə, nə başqasının şəxsiyyətinə. Kinayə eləməyin. Vallahi kinayə eləmirəm elə Yusuf elə. Əqidəmizə qarşı Yusuf elə haqqı eləyir axı bunlara. Yox, əqidəmizə qarşı rəddiyə verir, haqqı var, belə inanır, əcəb eləyir. Ağlınız var, siz düşməyin onun toruna. Ne düşünürsünüz? Ona hocam deyir, elm Bilmir də, məsələnin dərinliyini bilmir axı. Müxalifə qarşı ümumiyyətlə... Bu gün mən ən təsir edən odur ki, bugün 80-100 nəfər sələfi girib bir-biri ilə döyüşür. Amma bir dənə mürşid və onun tərəfdarından heç kim yoxdur. Niyə görə? Qıraqdan bizə tamaşa eləyirlər, heç də. Qoy qırsınlar bir-birlərini. Çünki onlar sırf bizim yox olmağımıza çalışan adamlardır. Qırın bir-biriniz. Qardaş, deməli... Abdullah bin Səbə fitnə toxumunu Cəməl günündə elə səpdi ki, həmin gecədən sabaha Təlhə, Zübeyir üç xeyirli nəslinin tərifləməsi var da hədisi. Bunun şərhi nədir? Yəni, burada Allah Rasulü üç nəslin tərifləməsində qəsdi nədir? Fərhad əxi, bəlkə bilərsən. Gedin baxın, mənim burada dediklərimə vallahi inanmıyorum. Gedin. Etiqad məsələsidirsə. Bax qardaş, Allah üçün gedin Mürşid Yusufoğlu'nun Muheymin kanalı var YouTube'da. Girin başdan sona qədər onun videolarını izləyin. Hamısı sələflərə qarşı. Ancaq sələflərə qarşı. Sələfi deyəndə sələfim indiki sələflərə qarşı, yoxsa yəni bu əsl sələflərə qarşı, yəni Peyğəmbər əleyhissalamın davamçılarına qarşı? Adam kim icma qiyas deyirsə hamısına qarşıdır. Kardeşim, qiyas özün bilsən ki, ixtilafdır. Qiyası birbaşa dəlil götürülməyib. Əhl-i sünnə birbaşa Aydın dəlil məsələ, sayılır. deyiblər müştehid alimlərin nəzdində qiyas keçərlidir. Yerdə qalan kəslərdə avamda qiyas keçərlidir. Hədə qoy olsun. Mən deyirəm ixtilafdır. Quran və sünnə və onun işığında icma Quran və sünnəyə tabidir. Zaten icma, çünki Allah Teala Quranda deyir ki, əgər bir şeydə çəkişərsənizsə, onu Allah və Rəsuluna qaytarın. Bu da o deməkdir ki, çəkişdiyin şey mütləq icma olmalıdır Quran və sünnətdə. Rəylərsə, qiyaslarsa rəylərdir. Rəylərə qaytarmındır Allah heç yerdə deyir ki, qaytarın. Düz deyir, amma Fərhad, mütləq düz deyir, hə? Bəli, düz deyir. Rəyə qayıtmaq icma deyil. Qeyd olunur, dəlil deyil. Mən başa düşənmədim də əqidəvi də bu neçə ildə. Və yaxşı, Fərhad, özün niyə rəy verirsən onda? Mən kimin rəy verirəm ki? Mən aradan rəy verirəm. Bütün günü mən səni canlı yanlarda görürəm, part-apart rəy verirsən. Mən rəy zad verməm. Mən nə ki, Quranda, sünnədə var, oxuduğum icma varsa, qalan yeri rəy verməm. Mən rəylə rəy vermirəm. Heç vaxt deyirəm vermirəm. ki, bax, Samir məndə aşağıda yazır ki, qiyas əhl-i sünnətdə ittifaqla höccətdir. İttifaqla deyil, ixtilaf var. İxtilaf deyir, yoxdur. Var da. Məsələn, ixtilafı kim zikr edib? Kim zikr edib? Faktı ixtilafdır. Biz İbn Hazımdan başqa, biz Davud əz-Zahiri və İbn Hazım, zahirilərdən başqa hər kəsin qiyası qəbul etdiyini bilirik. Bir dənə zahiri məzhəbi qəbul eləməyib. İxtilaf var deməli. Yox, zahiri məzhəbi bidət firqəsi sayılır. Onlar haqq məzhəb sayılmır. Niyə xaslaşır? Kafirdir. Əhl-i sünnət saymayıb da qardaş, Həmbəlilər, İbn Teymiyyə və digərləri onları haqq məzhəbdən saymayıb. Sənə dedim ki, ixtilafdır da. Sənə dedim ki, əhl-i sünnətin arasında ixtilafdır. Yox, əhl-i sünnətin arasında ixtilaf deyil. Yox, ixtilaf deyil. İxtilaf deyil və belə deyil. Salam, Samir Hoca. Qısa deyib gedəcəm, evdə qonağım var. Əhl-i sünnətdə üzərində ittifaq olmuş 4 dəlil var, bir də ixtilaf olmuş dəlillər var. İstənilən kitabı açsın, baxsın, görəcəksən ki, usulü fiqh kitablarını deyirəm də. Üzərində ittifaq olmuş dəlilləri deyirlər kitabdır, yəni Qurandır, sünnətdir, qiyasdır, icmadır. Bu 4 şey deyirlər ki, ittifaqla qəbul olur əhl-i sünnətdə.
Sonra üzərində ixtilaf edilmiş dəlillər var. Məsəl üçün sahabənin qövlü hüccətdir, yoxsa yox, hüccət deyildir. İstihsan hüccətdir, yoxsa hüccət deyildir. Bu kimi üzərində ixtilaf var. Məsələn, məsalihəl mursələ hüccətdir, hüccət deyildir. Bunda ixtilaf var. Amma ittifaq, bu dördünün üzərində ittifaq var. Qaldı ki, qiyasın növləri, bəli, növlərində ixtilaf var. Elə qiyas növü var ki, bir məzhəbə görə hüccətdir, digər məzhəbə görə hüccət deyildir. Hədə ixtilaf var da deyirəm mən. Yox, qiyasın özünün hüccət olmağında ixtilaf yoxdur. Qiyasın özündə ittifaq var ki, hüccətdir. Qiyasın elə növü var ki, onda ixtilaf ediblər. Bu hüccətdir yoxsa, hətta sünnətin elə növü var ki, ixtilaf ediblər ki, bu hüccətdir yoxsa hüccətdir. Sünnətin özündəki hüccət ixtilaf eləməyiblər ki, hüccətdir. Düz başa fikrim çatdıra bilən Fərhad qardaş. Necə yəni sünnət ixtilaf var, Məsələn, mürsəl hədis hüccətdir yoxsa hüccət deyildir? O başqa məsələ, hədisin növü başqa. Mən dedim ki, növü deyirəm də, sünnətin növü var. Ay Samir müəllim. Samir müəllim. Ay Samir müəllim. Əlimdə bax hal-hazırda qarşımda bu Əl-Faqih və Müttəfaq Əl-Faqih və Müttəfaqih. Əl-Xatib Əl-Bağdadinin Hatib Bağdadinin kitabıdır. Bu qədim alimdir də, düzdür? Hə, qədim alimlərdən. Bu kitabda qiyası 4-cü bəli, bu qiyası gətirib ki, səhih qiyasla dəlil gətirmə və səhih qiyasla əməlin gərəkliliyi, səhabə və tabiinin ictihad və qiyas yolu ilə hökm vermələri və belə başlıqlar açıb övülən qiyas və yerilən qiyasda, yerilən yəni rədd edilən qiyasda. Qınanılan qiyas. Qəbul edib baxın qiyası. Yox, qiyas bayaq dediyim kimi, Fərhad qardaş məsələləri qarışdırır. Bayaq dediyim kimi, sünnətin elə növü var ki, sünnətin elə növü deyəndə ki, məsəl üçün, əksər alimlərimiz mürsəl hədisi, Peyğəmbərdən sallallahu aleyhi ve sellem gəlmiş mürsəl hədisi hüccət sayır, əksər alimlər. Lakin, məsəl üçün, mühəddislərin çoxu isə hüccət saymır. Yəni, Əş-Şafi və Şafidən sonra gələn mühəddislərin çoxu hüccət saymır. Yəni, bu mənada sünnətin növləri var. Və məsələn, mütəvatir hədis sünnətin növüdür. Qudsi hədis sünnətin növləridir bu mənada. Bunda, məsəl üçün, ixtilaf var. Amma sünnətin əslində, sünnətin özünün hüccət olmasında ki, ixtilaf yoxdur. Eləcə də qiyasın da əslində ixtilaf yoxdur. Niyə görə? Çünki Peyğəmbər sallallahu aleyhi ve sellemdən sabitdir ki, Allah Rasulü sallallahu aleyhi ve sellemdən gəlirlər, soruşurlar, bir hədisdə ki, gəldilər, deyir, məsəl üçün, mənim yerim, soruşur Peyğəmbərdən sallallahu aleyhi ve sellem ki, atası həcc eləməmişdi, onun yerinə həcc eləmək olar, yoxsa yox. Və cavabda da Allah Rasulü sallallahu aleyhi ve sellem ona deyir ki, sənin deyir, əgər atının deyir, kiməsə deyir, borcu olsaydı deyir, onu deyir, vermək vacib olacaqdır. Və o da deyir ki, bəli, deyir ki, bu da Allahın borcudur. Yəni bu və bunun kimi bir çox dəlillər var ki, Allah Rasulü sallallahu aleyhi ve sellem qiyası özü öyrədib sahabələrə. Deməli, Samir müəllim, burada bu 532 nömrəli bir rəvayət gətirib Ömər bin Xəttabdan. Bu dəlil olaraq gətirib sahabə və tabiinin qiyas və ictihadla rəylə hökm etməsinə. Deyir ki, Həzrət Ömər Kadı Şureyhi göndərəndə, olaraq da, hakim olaraq göndərəndə deyib ki, hökm verərkən Allahın kitabına görə hökm ver. Əgər soruşulan mövzu Allahın kitabında yoxsa, Rəsullahın sünnətinə görə hökm ver. Sünnətdə də bu tapmazsan, sünnətdə də tapmasan, müctehid imamların ictihadlarına görə hökm et. Əgər orada da tapmazsan, rəyinlə hökm ver. Elm və salah əhli ilə istişarəni ehmal etmə. Elm və salah əhli ilə də istişarə Ömər bin Xəttabın Kadı Şureyhə verdiyi əmrdir. Bu barədə Albarslan Peyğəmbərdən sallallahu aleyhi ve sellem səhih, sabit hədis var ki, Allah Rasulü sallallahu aleyhi ve sellem deyir ki, siz əgər bir qalanı deyir, mühasirəyə alsanız və insanlar deyir, sizdən Allahın hökmünə hökm verməyinizi istəsə, deyir, Allahın hökmündən hökm verməyin, çünki Allahın hökmünü bilmirsiniz, deyir, öz hökmünüzlə hökm verin. Və bu məsələdə əsildir. Təbii ki, çünki qiyas. O məsələdə ki, orada kitabda, sünnətdə, əlimizdə açıq nas var, qiyasa ehtiyac yoxdur zaten. Qiyas harda dəlildir? Qiyas o yerdəki dəlildir ki, əlimizdə kitabdan və sünnətdən açıq nas yoxdur. Ona görə alimlər qiyasa başvururlar. Yəni, qiyas bu halda dəlil olur, hüccət olur. Çünki hamı başa düşür ki, kitabdan, sünnətdən açıq nas olan məsələdə qiyasa zaten ehtiyac yoxdur.
Aydındır. Məsələn, məndən bu qədər. Yenə Bu əhl-i sünnətin üzərində ittifaq elədiyi bir məsələdir. İxtilaf zad yoxdur. İcma da o cümlədən. Bu Ömər bunu deyibsə bu ixtilafa girənməz. Ömər deyir ki, yenə burada bir rəvayət gətirib. Deyir ki, Həzrət Ömərin Əbu Musa Əl-Əşariyə yazdığı məktubları deyir, soruşdu. Əbu Musa məktubu Əbu Burdaya vəsiyyət edərək buraxmışdı. Əbu Burda məktubu çıxartdı. Həzrət Ömərin məktublarında bunlar yazılı idi. Deməli, yazıb ki, burada isnadı səhihdir. Daraqutni Sünəndə Beyhaqi Əs-Sunan Kürub burada rəvayət edib. Əlbani ricalı səhih görmüşdür. Fəqət Said bin Burda Həzrət Ömərlə olmadığı üçün mürsəl bir rəvayətdir deyib. Hökm vermək möhkəm bir farz, uyulacaq sünnətdir. Bunu bil ki, uygulanması olmayan danışmanın heç bir faydası yoxdur. Məhkəmədə iki kişi arasında eşit davran ki, zəngin olan ümidlənməsin, qəriban olan ümidini kəsməsin. Ağlından çıxara bilmədiyin şeyləri anlamaya çalış. Qəlbini məşğul edən şeyləri anlamaya çalış. Quran və sünnətin bəyan etmədiyi mövzular müşkildir. Bundan ötürü bir-birinə bənzəyən mövzuları və örnəkləri yaxşı bil. Sonra olayları bir-birinə qiyas et. Haqqa və Allahın hökmünə ən yaxın olanı uygula. Bax, ay Fərhad, Ömər bin Xəttab deyir ki, bundan ötürü bir-birinə bənzəyən mövzuları və örnəkləri yaxşı bil. Sonra hadisələri... Abi, bax, bunu burada ekrandan çəkim səhətdir. Ömər bin Xəttab radiyallahu anhu Allahın kitabı və Peyğəmbərin sünnəsindən qırağa bir hökm verməyə caizdir. Gör nə deyir? Bax, gör nə deyir? Yox, diqqət edin. Burada Ömər bin Xəttab Allahın kitabından qırağa çıxmır. Səbir elə. Deyir ki, bax, hökm ver, bir də oxuyuram, diqqətlə dinlə. Hökm vermək möhkəm bir fərz, uyulacaq sünnətdir. Bunu bil ki, uygulanması olmayan danışmanın heç bir faydası yoxdur. Yəni, bir şeyin bir uygulanması olmayacaqsa, onun danışmanın bir faydası yoxdur. Məhkəmədə iki kişi arasında ədalətli ol ki, eyni, eşit davran, bərabər davran ki, zəngin olan ümidlənməsin, yəni zəngin qalib gəlməsin, qariban da ümidini kəsməsin. Yəni, kasıb da, yəni məzlum da ümidini kəsməsin. Ağlından çıxarmadığın, qəlbini məşğul edən şeyləri anlamaya çalış. Quran və sünnətin bəyan etmədiyi mövzular isə müşkildir. Bundan ötürü, yəni bir şey ki deyir Quran və sünnədə yoxdur, o şey barəsində, bundan ötürü bir-birinə bənzəyən mövzuları və örnəkləri yaxşı bil. Sonra hadisələri bir-birinə qiyas et. Haqqa və Allahın hökmünə ən yaxın olanı uygula. Haqqa və Allahın hökmünə ən yaxın olanı uygula. İndi qoy çəkim sənə bunu mən göndərim. Səbir ol. Peki. Gönderdim sən direktinə. Baxaram indi biraz. Burada çox da rəvayət, yəni səhabə, tabiin, yəni Xətib Bağdadi, bax gör nə deyir. Qiyas deyəndə, bir dənə qulaq sıx. Qiyas deyəndə, əgər sən bunu nəzərdə tutursan ki, məsələdə keçmiş zamanda Allah Rəsulu buyurub ki, 4 şey var ki, misal hədisin birini deyim də, o nafilədir və nafilələrdən hansı ki, deyir, o bəhis deyil, yəni boşa getmir. Biri də məsəl üçün, da o bilən demirəm, birini deyirəm, iki tərəf arasında qaçmaq, bir də ox atmaq. Ox atmaq, bilirsən də bunu. İndi onu bir adam qiyas eləyib desə ki, bugün ox atmağın yerinə silah atmaq və yaxud tankdan ya belə silah atmağı öyrənmək də Peyğəmbər əleyhissalamın sünnətindəndir. Çünki onu qiyas eləsə buna, bu başqa bir məsələ. Zaten bu Peyğəmbər əleyhissalamın qiyas heç bir vaxt, qiyas hələ indiyənə qədər heç kimsə deməyib ki, qiyası öz başından götürüb müşriklərin adətlərindən qiyas elə çıxart. Yox, belə şey deməyiblər.
Deyiblər ki, baxın salihlərin həyatına, məsələn, səhabənin həyatına, peyğəmbərin həyatına, bu vaqiyə bənzər bir vaqiyə görürsünüzmü? Hə, deyir, o vaqiələri incələ. O vaqiələrin bu vaqiyə ilə bənzər nöqtələrini tapıb hökmü ona görə qoyur. Bax, bunu Abdullah bin Məsudun sözündən daha yaxşı başa düşmək olur. Bax, Abdullah bin Məsud gör nə deyir? Mən onu demirəm. Mən deyirəm ki, hökmlərdə qiyas başqa məsələ. Bax, bayaq dediyim məsələ bu olan şeydir. Atla getmək əvəzinə maşınla geysən, bunun əvəzinə bunu eləyirsən. Hə, aydın məsələ. Onlar da girir. Aydın məsələ. Bax, qulaq as, bax gör nə deyir? İbn Məsud gör nə deyir? Bax, dinlə, İbn Məsud. Orada bir dənə söz deyim də, bir dənə söz deyim. Məsəl üçün bir adam götürək, qiyas eləyək ki, məsəl üçün şallaqlamaq lazımdır, 100 çubuq vurulub, 100 çubuq vurmaq, düzdür? 100 çubuğun əvəzinə desin ki, qiyas eləyim, o hökmü 100 çubuğu, 100 dənə çubuğu birdən götürün, vurun. Ya, məsəl üçün də hökmü dəyişmək. Və yaxud da ki, 100 çubuğun vuranda insan nə günə düşür, hansı hala düşür, onun əvəzinə tutam ki, bir dənə məsəl təpi vurun, məsəl hökmü dəyişməkdə. Onlar batıl şeylər. Bu batildir. Mən də deyirəm ki, bu ola bilməz. Çünki hökm dəyişir. Biri də var ki, Peyğəmbər əleyhissalamın elədiyi sözlər ümumidir. O qiyas ümumən zaten. Bax, qoy deyim sənə. Bax, bir dəqiqə diqqət etsən məsələn. Məsələn, misal verəcəm sənə, tarixdən qədim misal. Lut qövmünün cəzası ölümdür də. Allah Rəsul bəyan edir ki, onları öldürün. Düzdür? Amma necə öldürünü Allah Rəsul tətbiqatda göstərməyib. Olmayıb belə hal. Allah Rəsulun dönəmində belə bir hal olmadığına görə Rəsulullah da bu cəzanı uygulamadığına görə sahabə bu mövzuda ictihad edib. Məsələn, Ömər bin Xəttab bunu götürüb uçurumdan atıb aşağı. Lut qövmünün adamlarını əmr eləyib ki, harda belə bir vaqiə baş versə, bu lutiliklə məşğul olan adamı hündürlükdən atın. Osman bin Affan Ömərdən fərqli bir ictihad edib. Osman bin Affan radiyallahu anhu götürüb bunları 2 dənə qaya parçasının arasında əzib. Əli ibn Əbi Talib isə Osmandan da fərqli bir radiyallahu anh fərqli bir hökm uyğulayıb. O yandırıb. Ki bu 3 xəlifə, bu bir məsələdə nədən fərqli hökm çıxardıb? Fərqli hökmlər çıxardıb. Biri uçurumdan atıb, biri yandırıb, biri də qayanın arasında əzib. Bunu nəyə qiyas eləyiblər bunlar? Səncə nəyə qiyas eləyiblər bunu? Qardaş, o qiyas deyil, Quran-Kərimdə ayə var. Allah deyir ki, onların altını üstünə çevirdik və onları odlu daşlarla onları vurduq. Düzdür? Sən o ayədən hökm çıxardıblar. Qulaq asdı, hökmlər. Onların altını üstünə çevirmək, yəni yuxarıdan aşağı atmaq və üstünə də daş atmaq və hətta odlu daşlar atmaq. Bu Qurandan çıxaran hökmdür. Yox, qulaq as. Allah Teala bir qövmə əzab endirir. Bu endirdiyi Allahın əzabı, Allaha xasdır bu. Sən Allaha xas olan bir əzabdan Rəsulullahın deyib öldürün. Rəsulullah da deyib öldürün bunları. Sən müctəhid xəlifələr bu necə çıxarış edir ki, Allahın əzabı ilə bunları əzablandırmaq lazım? Əgər Allah Rəsulü aleyhissalatü vesselam öldürün deyibsə və necə, məsəl üçün deyirəm, necə öldürüb deməyibsə, onu qadağan olunmuş ölümdən başqa, öldürməkdən başqa hər bir, yəni ölümlə öldürməkdə bir problem yoxdur. Çünki Allah əgər Rəsulü deyibsə öldürür. Hayır, o deməli müctəhid bu məsələdə müstəqildir də. Yəni müctəhid imam qiyasdır. Əlbəttə ki, Allah Təala'nın Lut qövmünə, bax Lut qövmünün həlakı 3 variantda baş verib. Bir qism qaçıb özünü uçurumdan aşağıya atıb. Dəlilin bu hissəsini Ömər bin Xəttab götürüb uyğulayıb. Bir qismi yanar daşların arasında əzilib. Qayalar çıxıb yerlərindən. Və Lut qövmünün bir qismi əzilib. Bir qismi isə ya daşlar onlara elə bir yanar daşlar deyəndə alışıb yanıblar. Evlərin içində olanlar olub ki, taxta evlərin üstünə düşüb alov, bunlar yanıblar. Əli ibn Əbi Talib də buradan götürüb. İndi bunun özü həm ictihaddır, həm də ictihadla bərabər qiyasdır. Çünki bir vaqiəyə bənzədilərək çıxarılan nəticədir bu. Bu həm Bax, Quran ayəsindən istinbat eləyiblər, olduğu şeyi eləyiblər. Bu qiyas deyil, Allahın Yox, Allahın belə bir hökmü yoxdur. Allah Teala belə bir hökm verməyib.
Yox, Allah Teala elə Yox, yox, Allah cəzalandırır. Teala müsəlmanlara Lut qövmünü belə hökmlə cəzalandırın hökmünü verməyib. Heç bir yerdə belə hökm. Peyğəmbər sallallahu əleyhi və səlləm deyib öldürün. Bəli, deyib öldürün. Necə öldürün deyib. Peyğəmbər sallallahu əleyhi və səlləm başqa hədisdə deyib ki, insanları öldürərkən ən asan ölümlə öldürün. Əzabla öldürməyin. Adı Peyğəmbər əleyhissalam deyib öldürün də necə öldürün. Və bunlar əzabla öldürürlər axı. Bunlar əzabla öldürürlər axı. Əzabla deyəndə yuxarıdan baş aşağı atmaq və boynun O da vurmaq. əzab da adam düşür ora, bax adam düşür uçurumdan aşağıya gözəl insan. Adam düşür uçurumdan aşağıya, ölmür, can verir günlərlə. Allah Quran-ı Kərimdə deyir ki, bizə bax Əuzubra Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, hasantlaşdırın, çətinləşdirməyin bir hədis var. Və bir günləri bilirik ki, bir dənə hədis zinakar bir kişi qaçanda hamı daşqalıq edir, qaçır. Və sonra qaçanda biri çıxır qabağına əlindəki sümü ilə vurur başına ölür. Düzdür? Rasulullah ona nə deyir? Bilirsən də hədisi? Bilirsən, qəşəng bilirsən. Deyir, bıraxsaydın gedəcəkdi deyir. Zaten o cəzasını almışdı deyir. Amma qaçırdı deyir, qədərə gedirdi. Yəni mən də indi Allah Quran-ı Kərimdə buyurur ki bizə, sizdən 4 şahid olsun, onların və 4 şahid olandan sonra onlara əzab verəndə, yəni qadın və kişilərdə zinakarlara, onlara qəlbiniz yumşalmasın. Əgər Allah bizə deyirsə onlara cəza verəndə onların qəlbini yumşalmasın və yaxud da deyəndə ki, fitnəkarın cəzası çarpazları qolunun, əlinin kəsilməsi ya boynunun vurulması və ya sürgün edilməsidirsə, gözən Allah özü 3 dənə burada cəza qoyub, o hakimə buraxılıb ki, onun fitnəsinin böyüklüyündən asılıdır. Burada ürək yumşalmaq söhbəti deyil ki, hakimə buraxıb, burada istinbat eləyirlər. Alimlər, yəni alimlər ki, Allah Teala istinbat üçün yer buraxıb, bu da eləyir. Bu qiyas deyil ki. Abdullah bin Məsud gör nə deyir? Zaten qiyas deyil. Abdullah bin Məsud gör nə deyir? Abdurrahman bin Yezidin nəqlinə görə insanlar Abdullah bin Məsuda çox soru sorunca belə cavab verdi. Biz öncələri fətva verməzdik. Fəqət o günlər geridə qaldı. Yəni, gəlişmələri görürük. Kim bir mövzu ilə ilgili hökm vermək zorunda qalsa, Allahın kitabı ilə hökm etsin. Allahın kitabında tapmazsa, sünnətə görə hökm etsin. Kitab və sünnətdə tapmazsa, salihlərin hökmlərinə baxsın. Orada da tapmazsa, ictihad etsin. Mən qorxuram deməsin. Mən qorxuram deməsin. Çünki halal da bəllidir, haram da. İkisi arasında isə şübhəli şeylər vardır. Qəlbini rahatsız edən şübhəli şeyləri at, mütməyin olduğunu savun. Digər rəvayət. Zaman dəyişdi. Allahın hökmü ilə olanlar oldu. Sizə bir mövzu soruşulsa, Allahın kitabı ilə hökm etsin. Allahın kitabında tapmazsa, Rəsulullahın sünnəti ilə hökm etsin. Kitab və sünnətdə tapmazsa, salihlərin hökmlərinə baxsın. Sakın qorxuram deməyib, hökm verməyi tərk etməsin. Çünki halal da bəllidir, haram da. İkisi arasında şübhəli şeylər vardır. Qəlbini rahatsız edən şübhəli şeyləri at, mütməyin olduğunu müdafiə et. Bu yəni bu belə deyək də, bunu yəni indi bu şey ki platformaya qoyublar, özlərindən deyir icma və qiyas uydurdular. Nə bilim sələfi dedilər özlərinə icma və qiyas uydurdular. Yəni gördüyünüz kimi bu alimlər uydurmayıb bunu. Bunu səhabələr uydurub, alimlər uydurmayıb. Yəni əgər uydurmaq demək caizdirsə, bunu Muhammedin səhabələri uydurub. Bunu Ömər uydurub, Abdullah bin Məsud uydurub. Sonra nə bilim başqa bir kimsə uydurub da. Yəni alimlərin necə? Heç bu sözü demək caiz deyil, axı icazəli deyil. Yəni bunu alimlərin boynuna atmaq asandır. Amma bu alimlər bunu Abdullah bin Məsuddan öyrəniblər. Bunu Ömər bin Xəttabdan öyrənib bunu belə eləyiblər. Alimlər öz başlarından götürüb ictihad eləyib, qiyasla hökm etməyiblər. Alimlər baxıblar ki, səhabələr eləyib, onlar eləyirlər. Səhabələr eləməsəydi, onlar da bunu eləməzdilər. Hətta Abdullah bin Abbas Əli bin Əbi Talibin yanına gəlir. Deyir, sən insanları yandırırsan. Yandırma, bu Allahın əzabıdır. Yandırmaq Allaha məxsusdur. Allahın əzabı ilə əzab etmə. O da başqa bir dəlil gətirib. Gətirəndə o da Əli bin Əbi Talib bir dəlilə söykənib, kitabdan dəlil çıxardıb, hökm eləyib. Abdullah bin Abbas da başqa bir dəlillə Əli bin Əbi Talibə qarşı çıxıb, deyib ki, sən Allahın əzabı ilə niyə əzablandırırsan insanları? Bu Allaha məxsusdur yandırmaq. Bu məsələlər var. Yəni alimləri şərrəmək asandır. Alimləri şərrəməyə nə var ki?
Gəl görüm səhabələrə də gərək eyni müamiləni eləyəsən onda. Hədislə, o hədis var ha, Abdullah Məsudla Əlinin arasında radiyallahu anh keçən məsələ var ha, yandırmaq. Mən o rəvayətin heç özünə inanmıram. Nəyə görə ki, bax nəyə görə bir məsələdən şazlıq burada nədir? İsnadı yazılıb burada. Deyən deyim isnadı. İndi deyim də nə məsələ. Deyim də isnadını. Deyən isnadını deyim. Çünki o deyim də məsələn. İsnadı səhihdir. İbn Əbi Şeybə, deməli İbn Əbi Şeybə Musannəfdə rəvayət eləyib. 7-ci cild səhifə 241-də İbn Abdülbər Camiül Bəyanül İlimdə 1597 nömrəli rəvayət. İsnadı səhihdir. Nəyə görə deyirəm də qulaq as. Sonra bir də şeydə də bu rəvayətində isnadı səhihdir. Nəsai Əbədi Qudətdə Quranda qisas var. Quranda qisas var. Düzdürmü? Qisas hökmü var. Bir adamı yandırırsa, yandırır da qardaşım, üstünə ot töküb yandırıb öldürüb. Bunun qisası nədir? Qisas adam tələb eləyən insan, mən övladımı yandırıb öldürüb, onu yandırıb öldürməyini istəyirəm. Sən deyirsən ki, Allah Peyğəmbər əleyhissalam qadağan eləyib odla cəzalandırmağı qadağan eləməsi. Mən onu bilmirəm. Mənim bildiyim odur ki, məsələn, belə deyək də, bir kəs odla müalicəni qadağan eləyir. Yox, bax mən bildiyim nədir? Bir kəs bir adamı zorlayıb öldürübsə, məsələn, zorlayıb öldürübsə, o qisas olaraq o öldürülür, amma zorlanmır. Çünki onun o zorlanma hissəsi haram olan bir hissə idi də. Yəni oradan onu eləmək olmazdı. Yəni bu başqa məsələdir. Başa düşdün nətər yəni? O zinadır. Yəni, o zaten zinadır. Yəni əgər bir cəza olaraq qadağandısa, məsələn, insanı toka verib öldürmək, cəza olaraq toka verib öldürmək qadağandısa, o başqa bir yollarla şey olaya bilməz. Yəni səni toka verib öldürüblərsə, sən başqa birisini toka verib öldürənməzsən. Öldürəcəksən, amma şəriətin buyurduğu yoldan öldürürlər. Onu deyirəm ki, Peyğəmbər əleyhissalamdan səhih hədis harda gəlir ki, Allah Rəsulu dəqiq olsun ki, adı nədir? Mən odla müalicəni bilirəm, odla cəzalandırmağı qadağan etdi. Bilirsən onu? Abbasın sözüdür, amma mən bilmirəm onun dəlilini. Hada söhbət də o ki, İbn Abbasın Yəni sözü o kimi İbn Abbas onu bir dəlilə söykənər. Yox, İbn Abbas da onu havadan deməz. O deyir ki, o İbn Abbas, orada bax İbn Abbas deyir ki, odla cəzalandırmaq, yəni cəhənnəm Allaha aiddir. Elə məsəl üçün deyəndə ki, İbn Abbas burada qiyas elədi. İndi söhbət odur ki, İbn Abbas qiyas elədi, səhv elədi, yoxsa Əli səhv eləmişdi. Əli odla cəzalandırmışdı. Ümumiyyətlə müctehid imamlar ya Əli olsun, ya Ömər olsun, ya Abdullah bin Məbud. Bunların məqsədi gör nədir? Deyir ki, birdən deyib fikirləşərsən ki, yanlış hökm verərəm, hökmsüzlük bir şey çıxardarsan ortaya. Yəni hökm etməyim, susun bu mövzuda da. Yəni bu mövzuda çəkinim. Yox deyir, bunu çəkinsən cəmiyyət pozular. Onlar deyirlər ki, yox. Sən Quran və sünnətə daha yaxın olanın hökmünü verəcəksən, qalanını Allaha təvəkkül edəcəksən. Allah Teala burada səni, yəni xətanı yanlış da hökm vermiş olsan, yəni səni üzürlü sayacaqdır bu məsələdə. Deməli, qardaş, sözümüzdən belə çıxır ki, ümumən də bütün istinbatlar, istinadını onun qiyas qoyaq, istinadını onun nə deyirsən o alimlərin ictihadı qoyaq. Quran və sünnət üzərində olan bunların adı istihaddır. Çünki Allah Rəsulu qazilərin hökmünü verəndə ictihad edən alimin ictihad etdiyi vaxt Allah və Rəsulunun sünnəsinə çalışdığı vaxt bir xəta etməsinə görə, amma bilərəkdən yoxdur. Biz görürük ki, ona bir savab deyib. Xətti savab, amma doğruya isabət eləndə onun üçün nə deyir? 2 savab var. Deməli, bunlar alimlər istinbat edirlər Quran və sünnətdən və ictihad edirlər. Və ictihad zaten öz əqilləri və Quran və sünniyə uyğun olur. Yəni öz ağıllarını Quran və sünniyə uyğun edirlər. Öz başından bir zaten Ömər deyir də, Ömər deyir ki, bax Ömər deyir ki, bax Ömər də İbn Məsud da nə deyir? İbn Məsud deyir ki, Quran və sünnətdə tapmasan, konkret söz deyirlər bunlar. Salihlərin deyir hökmlərinə bax. Yəni bax bizim salih xəlifələrimiz necə hökm eləyiblər? Bəs burada məsəl üçün adicə Osman bin Əffan xəlifə seçiləndə Abdurrahman bin Avfın Osman bin Əffana və Əliyə xəlifə seçmək üçün sunduğu şərt nə idi? Allahın kitabı
Resulullahın sünnəti və Rəşid xəlifələrin Abbaqır və Ömərin uygulamaları üzrə beyyət edirəm dedi. Düzdür? Düzdür? Abbaqır və Ömərin uygulamaları. Bu Abbaqır və Ömər, bu Allahın kitabında varsa, bax qulaq as. Allahın kitabında varsa, Resulullahın sünnətində varsa, Abbaqır və Ömərin uygulamalarına niyə görə Abdurrahman bin Av o şərtlə beyyət tələb edir? Halbuki Ali bin Əbi Talib dedi, mən Allahın kitabı və Resulullahın sünnəti ilə hökm edəcəm. Abbaqır və Ömərin uygulamaları ilə deyil. Halbuki məsələn o məqamda Abdurrahman bin Av sənin kimi deməli idi ki, Əli burada haqdır, o Quran sünnətindən hökm edir, ona görə Əlini xəlifə seçməliyəm. Onda Abdurrahman bin Av Əlini xəlifə seçməməkdə xəta eləyib. Orada sən o şərhlərə, ümumiyyətlə o təfsirə baxsan görərsən ki, niyə deyib? Deməli Abbaqırla Ömərin orada fəzilətindəndir ki, Abbaqırla Ömər Quran və sünnətdən sərt yapışır və o Allahın hökmlərini dərhal yerinə yetirən və heç də şey deyildi. Yox, burada deyil. Burada içtihatları arasında Quran və sünnətdə olmayan içtihatlar vardır. Və bu içtihatlar ki, məsəl üçün bunlar, məsəl üçün bir dənə səbir ol, var. Məsəl üçün bunlar var da qardaş, deyirəm var. Məsələn, Ömər bin Xəttab içtihad elədi. Bax bir dənə səbir ol. Bax torpaqları. Bax deyirəm də icazə ver deyim də sən nümunə gətirmək istəyirsən. Sən bir dənə, iki dənə nümunə gətir. Demək onlar Quran və sünnətə sərt yapışmışdılar. Ona görə də Abbaqır nə dedi? Gözəl insan. Məsələ o deyil. Qoy nümunəni gətirib, nümunə üzərində danışaq. Dedi ki, mən baxdım ki, Əbu Bakrın qəlbi cihada açılmışdı və o haqdır. Bax sözə bax. Və o haqdır. Ömər ona nə dedi? Sən la ilahe Muhammed Resulullah edib namaz qılan və oruç tutan insanları mı öldürəcəksən? Ondan sonra nə dedi? Mən baxdım ki, onun qəlbi cihada açılmışdı, o haqdır. Deməli bu taviz verməzdi. Allahın hökmünə taviz verməzdi. Əli taviz verdi. Burada Abbaqırın da sözü var. Gör Abbaqır nə deyir? Şabinin rəvayətinə görə Həzrət Abbaqırə Kələlə sorulduğunda belə cavab vermişdi. Kələlə nədirsə bilmirəm. Kələlə şeydir, kəlilə. Hə, kələlə, hə. Kəlilə şeydir, qadındır, şeydir, əri ölüb, heç bir olmuyor. Diyan, hətta izah eləyir, diyan. Bu barədə gör nə deyir? Abbaqır gör nə deyir? Bu barədə iştihadımla hökm edəcəm. Doğruysa Allahdan, xətalıysa məndən və şeytandandır. Kəlalənin çocuq və baba xaricində varis olduğunu düşünmürəm. Kəlalənin çocuq və baba xaricindəki varis olduğunu düşünmürəm. Olay sonra Həzrət Ömərə təkrar gətirilib sorulunca mən Əbu Bakrın hökm etdiyi bir mövzunu dəyişdirməkdən həya edirəm. Yaxşı sual verirəm sənə. Əbu Bakrın bu hökmü Quran və sünnətdə hardadır? Quranda ayə var da kəlilə sən deyəm, səhv eləmirəmsə ya Bəqərədə deyil. Mən oxumuşam onu. Kəlilə adnadır. Varisi olmayan, əri yox, varisi olmayan və kimləri olmayan adamlara deyilir. Quran ayəsi var onun haqqında. Qoy səni diyeceğim Sübhanallah. Niyə iştadı ilə hökm edir? Quranda varsa iştadı ilə niyə hökm edir? Yox, o kəlilənin hökmü nə gedir? Kəlilə sözü, bax, bundan sənin də başa salım deyən məsələni. Bax, Quranda ibil sözü var, ibil. İbil dəvə deməkdir. Bu Quranda var. Amma sən onu bilirsən ki, Ömər ibilin dəvə olduğunu bilmir. Yox, burada deyir ki, kələlərin uşaq və ata xaricindəki varis olduğunu düşünmürəm. Yəni, yalnız uşağı və ata xaricində varis olduğunu düşünmürəm. Yəni, yalnız uşaq və ata onun varisidir. Ondan başqa heç kimsə onun varisi deyil. Hətta yoxud da onun şeyi yoxdur da, yəni əri yoxdur, qardaşı yoxdur, bacısı yoxdur, anası yoxdur. Yox, bu deyir ki, o demir, qardaşı olsa da deyir o varis deyil. Yox, kəlilə özü heç kim olmayan qadına deyirlər. Yox, bax deyir ki, kələlərin bir dəqiqə deyəndə mən tapım onu. Uşaq və baba xaricindəki varis olduğunu düşünürəm. Hə, düşünüyorum, düşünmürəm yox, düşünürəm. Uşaq və baba xaricindəki varis olduğunu düşünürəm. Kələlənin uşaq və baba xaricindəki varis olduğunu düşünürəm.
Deyir, bu məsələdə ictihadımla hökm edəcəm. Yəni Quran və sünnətdə olsaydı niyə bu ictihadla hökm edəcək? Elə Quran və sünnətdən hökm edərdi də. Deməli, burada yenə bir rəvayət var. Deyir ki, Şabinin rəvayətinə görə Həzrət Ömər nisyə bir at almış. Ata yük yükləmiş, at tələf olmuş. Həzrət Ömər ilə satıcı arasında mühasemət olmuşdur. Yəni, problem yaşanmışdır. Həzrət Ömər satıcıya dedi, səninlə mənim aramda bir arası müəyyənləşdir demiş. Satıcı Kadı Şüreyhi seçmişdir. Kadı Şüreyhi Həzrət Ömərə atı sağ salim aldığın üçün sağ salim təslim etmədiksə sorumlusan demişdir. Həzrət Ömər hökmü bəyənmiş, Şüreyhi kadı olaraq atamış və belə demişdir. Allahın kitabında açıq şəkildə bulduğun mövzu haqqında kimsəyə danışma. Əgər Quranda tapmasan, sünnətə bax. Sünnətdə də tapmasan, rəyinlə hökm et. Qardaş, aşkar bir şəkildə fətva verib də Ömər bin Xəttab. Ömər bin Xəttab aşkar şəkildə fətva verib ki, Quran və sünnətdə tapmasan, rəyinlə hökmü ver. Rəyi Ömər əmr eləyib də, bu rəyi Ömər əmr eləyibsə, burada alimləri niyə susmuyorlar ki? Yəni, Əbu Hanifə gücün çatır, Ömərə gücün, Ömər biraz yekədir deyin, dişin batmır Ömərə. Hə, Muhammed? Səs kəsilib, səs gəlir. Gəlir o zaman, gəlir. Muhammed yatır. Abdullah şeydir, Əlbin altında Nisa surəsi var, Quran var. Nisa surəsi 12-ni aç, Kəli ilə orada hökmü açıq var. Əbu Bakır düz deyib də. Quran ayəsi var. Hansıdır? Kəli ilə, mən deyirəm axı, Kəli ilə şeydir, mən oxumuşdum Nisa surəsi. Denən görüm. Nisa surəsi 12-dədir, ayənin ortasında gəlir. Varislər haqqındadır. Ata bir, ana ayrı, orada gəlir Kəlilərin hökmü. Gəl, gözdə görüb. Nisa 13. Hə, Nisa 12. Onların övladı, deməli, əgər vəfat etmiş zövcələrinizin övladı yoxdursa, onları vəsiyyəti yerinə yetirdikdən və borcu ödənildikdən sonra qoyub getdikləri malın yarısı sizindir. Ortada gələcək. Onların övladı olduğu təqdirdə isə qoyub getdiklərinin 1/4 hissəsi sizə çatır. Əgər sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və borcunuz ödənildikdən sonra qoyub getdiyiniz malın 1/4 hissəsi zövcələrinizdir. Övladınız olduğu təqdirdə isə qoyub getdiyiniz malın 8/1 hissəsi zövcələrinizə çatır. Vəfat etmiş kişinin və ya qadının atası və övladı olmadığı halda malı varislərə qalarsa və eyni anadan bir qardaşı yaxud bir bacısı varsa, onda onların hər birinə mirasın 6/1 hissəsi düşər. Əgər onlar mirasın 3/1-nə şərikdirlər. Bu bölgü varislərə zərər verməmək şərti ilə vəsiyyətin yerinə yetirilməsindən və borcun ödənilməsindən sonra aparılır. Bunlar Allah tərəfindən bir buyruqdur. Allah hər şeyi biləndir, həlimdir. İndi burada hansıdır kəllə? Dedi, o bir dəqiqə. Sən orada nəsə düz gəlmədi səndə. Kəllə bunun hansıdır? Burada çox adam var burada. Yəni onu. Və orada bir sən hansıdır? Əgər mirası bölünən kişi kəlalədirsə, kəlalə sözü gəlir, yəqin orada tərcümə eləmirlər. Yəni bir atadan və bir anadan bir qardaşı və ya bir bacısı varsa, yəni nə övladı var, nə də ata-anası var. Bir qardaşı və bir bacısı varsa, buna kəlalə deyirlər. Quranda açıq ayədir. Hə, amma bir qardaşı və bir bacısı varsa, Ha, o kəlalədir. Həmin şey, istir qadın, istir kişi, amma qadına gəlir kəlalədir. Harda deməli vəfat üçün yox, bir qardaşı və ya bir bacısı varsa,
Bir qardaşı və bir onlara hər birinə vəfat etmiş kişi və qadının atası və övladı olmadığı halda malı varislərə qalarsa, bir qardaşı və ya bir bacısı varsa, onda onların hər birinə mirasın 6'da 1 hissəsi düşür. Ha, o kələlədir. O Yaxşı, 6'da 1 indi 6'da 1 hissəsi ona düşdü. Qalanı kimə düşür? Hər birinə düşür də 6'da 1 hissəsi 6'da 1'ini düşür. verdim buna, 6'da 1'ini verdim bacısına. Qalanı 6'da 4'də kimə düşdü? Bax, orada ümumən gətirir. Misal Allah Taala deyir ki, Deyir də, qardaş, deyir ki, bir bacısı, bir qardaşı varsa, ata ana yoxdur, övladı da deyir, yoxdur. oğul yoxdur, qardaşı- ata da yoxdur. Bir qardaşı və bir bacısı varsa, onların hər birinə Hər birinə 6'da 6'da 1 1 düşür. hissəsi düşür. Yəni bacıya 6'da 1, qardaşa 6'da 1. 6'da 4'ü kimə düşür? O da ayəni oxudu axıra qədər. Axıra qədər şey onlarınki burada bitir. Hə də onda Abbaqır iştihad eləyib də burada. Abbaqır deyir ki, bax. Abbaqır yerdə qalanına Abbaqır iştihad eləyib. Doğrusu deyir. Allahın doğruysa Allahdan, xətalı isə məndən və ki, Kələlənin çocuq və baba xaricindəki varis olduğunu düşünürəm. Dışında olay Hazreti Ömərə gətirib sorulunca Gözün var. O düz deyir də. bildim də, yəni o baba xaricindəki oğul və baba varis olduğunu düşünürəm. Kəlalənin çocuq və baba xaricindəki varisləri olduğunu düşünmürəm, deyir. Bu da deyil. Bu Kəlalənin varis olduğunu düşünmürəm, deyir. Kəlalənin varis olduğunu düşünürəm. Kəlalənin. Dayla odur ki, ata-anası yoxdur, övladı da yoxdur. Bir dənə qardaşı və ya bir bacısı var. Yəni bacı qardaşı var. Bir dənə söhbət. Yaxşı, burada 6'da 1'ini verdin ona, 6'da 1'ini verdin ona, 6'da 4'ünü kimə verirsin? Yəqin o hissəsində Abbaqır iştihad edib də. Yox, ictihad edib ona baxmaq lazım. Söhbət odur, kəlalə. Burada bir ictihad var. Yəni Abbaqır belə bir rəvayətdə niyə görə Abbaqır iştihad etsin? Quranda varsa Abbaqır niyə iştihad eləsin? Burada bax, qulaq as. Zaten ayə var, Quran ayəsi. Mən zaten vərəsəlik məsələsinə mən girəndə, oxuyanda, mən onu zaten nə qədər oturmuşam, hətta burada fiqh oxuyanlar var, deyirlər qazilərə müraciət. Çünki görürsən ki, deyir ki, babaya, ataya 8, anaya 8'də 1, ataya 6'da 1, ona 3'də 1, ona 2'də 1. Bunu Samir müəllim, bunu biz bilmirik. Nəsə, bunu qaldıraq. Bunu Samir müəllim soruşarıq. Samir müəllim bunu izah edər. Mən o varislik məsələsidir. Bax, ümumiyyətlə bu şəriətdə irs məsələsidir. Çox çətin məsələdir. Onu Ömər bin Xəttab, bax burada yenə Şüreyhə deyir, bir at məsələsi olur. Eşitdim bəq bu rəvayət. Deyir, Ömər bin Xəttab nisiyə bir at alır, ata yük yüklüyür, amma at tələf olur. Həzrət Ömər ilə satıcı arasında mühasəmət olur. Həzrət Ömər satıcıya deyir ki, səninlə mənim aramda bir araçı, yəni vasitəçi təyin et. Demiş, satıcı da deyir, Kadı Şüreyhi seçib. Satıcı. Kadı Şüreyh də deyir, Həzrət Ömərə deyir ki, atı sağ-salim təslim aldığın üçün sağ-salim təslim etmədikcə sorumlusan demişdir. Həzrət Ömər hökmü bəyənmiş, Şüreyhə kadı olaraq atamış, belə demişdir. Allahın kitabında açıq şəkildə bulduğun mövzu haqqında kimsəyə danışma. Ehtiyac yoxdur, yəni Allahın kitabında açıq şəkildə bulduğun bir mövzu varsa, heç kimsəyə danışma, bununla hökm elə. Əgər Quranda tapmasan, sünnətə bax. Sünnətdə də tapmasan, rəyinlə hökm et. Bax, Kadı Şüreyhə verdiyi əmrdir. Yəni, bu bir xəlifə əmridir də, yəni, bu uşaq əmri deyil. Bu neyini bax bunu? O kim döyür orada? Heç uşaq yatmır da. Adam döyülməlidir də, o başqa yolu yox. Qiyas eləyib döyürsən, yoxsa prama hökm verirsən. Deyir ki, bax burada yenə bir dənə Şəbinin rəvayəti var. Deyir ki, Həzrət Ömər Kadı Şüreyhə bunları yazmışdır. Sənə bir barədə danışsalar, Allahın kitabına görə hökm et. Kitabda tapmasan sünnətə baxarsan, sünnətdə yoxsa adil imamlar və salihlərin hökmlərinə baxarsan, əgər tapmasan, istərsən ictihad edərsən, istərsən mövzunu mənə yazarsan. Mənə danışman sənin üçün sadəcə xeyir gətirər. Mənə yazarsan,
mənə danışmağın sənin üçün sadəcə xeyir gətirər. Bax bu üsul kitabıdır, ay bir şey. Bu var ha, bax bu Xətib el-Bağdadinin üsul kitabıdır, fiqh üsulu kitabıdır. Bax bu biz niyə görə bu dəlillərə başqa yerlərdə rast gəlmirik? Çünki Mən onu başa düşürəm. Bax, o demək deyil ki, yəni ki, Allah Quranda deyir ki, Fəsəlu əhlə zikr in kuntum la ta'lamun. Zikr əhlindən soruşun, əgər bilmirsinizsə. Bu sahabə, əgər Ömər və başqası olsun, fərq eləmir. Bunlar zikr əhlidir. Başqasını bir yerə göndərəndə deyir, bir şey olanda bizdən soruşun ya da kimdənsə soruşun. Quranın hökmüdür bu. Bilmirsən, bilənlərdən soruşacaqsan. Bu, zaten bu insanlar zikr əhlidir. Quranı bilirlər, hədisi bilirlər, oradan bir şey çıxardıb deyəcəklər sənə. Ona görə də bir insan Quran və sünniyə bağlayıb istifadə edir. Misal üçün mən, misal çəkirəm də, mənə bir nəfəri gətirsələr, şəxsən deyirəm də, açıq deyirəm. Gözümün qabağında bir nəfəri zinakar bir qadın və ya zinakar kişiyə 100 çubuq vurmaq, Allah Quranda deyir, onlara qarşı qəlbləriniz yumşalmasın. Mən açıq özümdən deyirəm, mənim qəlbim yumşalacaq, mən vura bilməyəcəm. Mən şəxsən özümə deyirəm, mənim vura bilməməyim onun hökmü dəyişmir. Üzümü çevirib gedə bilərəm, deyər, amma deməliyəm ki, ona 100 çubuq vurulsun. Əgər öləcəksə, məsəl üçün, görsəm ki, o öləcək, 100 çubuq ona şey eləməyəcək, dözə bilməyəcək, uzağı deyə bilərəm ki, çox möhkəm vurmayın, amma mən ürəyim dözməz, ona vurmaram. Və ya daşqalaqda mən iştirak eləyə bilmərəm, yəni mən özümü tanıyıram da. O demək deyil ki, mən ya yumşaldım, ya sərtləşdim, Quran və sünnətdən qıraqda bir istifadə edəcəm. Quran və sünnətlə eləyəcəm zaten. O, zikr əhlindən soruşun məsələsinə qayıdır. O zikr əhli o Quran və sünnəti bilir ki, istinbat edir. Onların istinbatı ictihaddır. Onların istinbatı o öz Qurandan və sünnədən qırağa özlərindən başqa bir dünyavi şeylə qiyas eləyib eləmirlər. Mən bunu demək istəyirəm. Yəni bunlar Quran və sünnət. İbn Abbas gör necə hökm eləyirmiş. Bax, deyir ki, Übeydullah ibn Əbi Yezidin rəvayətinə görə İbn Abbasa bir şey sorulduğunda, əgər Quranda Rəsullahın sünnətində və Həzrət Əbbaqır və Ömərin fətvalarında tapsa xəbər verirdi. Əgər onların fətvalarında tapmasa, rəy ilə hökm edərdi. Düşqərnin nəql etdiyi tarikin ləfsləri belədir və sonraki hədisdə isə mənən rəvayət vardır. Sonra deyir ki, Übeydullah bin Yezid yenə rəvayət edir ki, İbn Abbasa bir şey sorulduğunda, əgər Quranda, Rəsullahın sünnətində və ya Həzrət Əbbaqır və Ömərin fətvalarında tapsaydı, cavab verirdi. Onların fətvalarında da tapmasa rəyi ilə hökm edərdi. Sonra deyir ki, Hasan bin Abdullah Nəhaiyə, yəni bu İbrahim ən-Nəhaidə yəqin ki, səndən duyduğun bir şeyi öncəkilərdən duyaraq mı nəql edirsən? Deyincə, xeyr demişdi. Duymadığın şeyləri fətva olaraq verirmişsən, təkrar sorunca, duyduğumu duymuşum. Ancaq duymadığım mövzularda ilgili soru soruşulunca qiyas edərək hökm verirəm. İbrahim ən-Nəhai tabiundur. İbrahim ən-Nəhai deyir ki, mən deyir, eşitmədiyim mövzularda ilgili sual veriləndə qiyas edərək hökm verirəm. Bax, bu da İbrahim ən-Nəhai isnadı həsəndir. Amma bu İbn Abbasdan gələnlərin isnadı səhihdir. Sonra bu şeydə gəlir, bax burada bir maraqlı, burada Samir müəllim burada olsaydı yaxşı olardı, bunu soruşardıq, bu nə deməkdir? Deyir ki, bax, İkrimənin nəqlinə görə İbn Abbas İkriməni Zeyd bin Sabitə göndərərək qadın və ana babanın alacağı miras payını sordurmuşdur. Qadın mirasın yarısını, ana qalan mirasın 1/3-ni alır deyincə, Yezid dedi ki, baba qalanını alır demişdi. İbn Abbas da ana mirasın 1/3-ni alır deyincə, Abdurrahman, biz Allahın kitabında olan hökmü söyləyirik, sən rəy ilə hökm edirsən demişdir. İbn Abbas da deyir, cavab verdi ki, bəli, mən rəyimlə hökm etdim, amma anayı babaya tafdir etmədim deyərək yanıt vermişdir. Yəni deyir ki, bax, Abdurrahman buna deyir ki, biz Allahın kitabında olan hökmü söyləyirik, sən isə rəyinlə hökm edirsən. Yəni Allahın kitabında babadır da, deyir, mirasın 1/3-ni alan babadır Allahın kitabında. Deyir ki, bəli, mən deyir, rəyimlə hökm etdim, amma anayı babaya təftil etmədim. Yəni, ardıcıllıq eləmədim də, təftil sıralamadım. Təftil nədir? Təftil. Fəzilətli tutmadım. Ananı babaya fəzilətli tutmadım. Anayı babaya fəzilətli tutmadım.
Ya, o Bunu soruşmaq lazım. Bunlar soruşulası Səhv. mövzudur. Çünki bu üsul Əgər fiqh elədirsə, ya səhih deyil, ya İbn Abbas yox səhih isnadı yox yazılıb. İsnadı səhihdir Beyhə Qəsrünə Kübrədə 6-cı Quranda cild. elə yazılıbsa elədir. Rəvayət isnadı isnad yönü ilə səhihdir. İsnad yönü ilə səhih bunların ola bilər. mənaları var. Bu. Bax məsələn burada Sami müəllim olsa da o usul fiqh bilir də. Mənalı şazlıq ola bilər. Yox, İlləti usul var. fiqh bilir, o bilir ki, burada nədir məsələ. Usul fiqh bilənlər bilir bunu. Buna görə deyirəm ki, bu məsələlər nəyə görə biz bunları bilmirik? Bu bizim qabağımıza normal oxuduğumuz hədis kitablarında da çıxmır deyə. Bu hədisləri alimlər toplayıblar, bu cür rəvayətləri və hədisləri. Bunların yeri olaraq usul fiqh kitablarına yazıblar. Və bu şeylərin alimlər nəyə görə fətva verirlər? Onlar usul fiqhdəki bax bu səhabənin və tabiinin uygulamalarını əsas gətirib fətva verirlər. Ona görə biz burada sıxıntıya düşürük ki, burada Quranda, sünnətdə belə şey. Başa sən cahillikdir də, bizimki cahillikdir. Bax ona görə bunu oxuyanda yəni, daşlar yerinə oturur ki, yəni bunlar necə fətva veriblər? Yox, bu ümumən. Məsəl üçün Ömər radiyallahu anh'ın döyüş zamanı və aclıq, qıtlıq zamanı oğurların əlini kəsməməsi, bilirsən də belə bir rəvayətlər var. Oğurların əlini kəsməməsi ki, qılınc tutan əllərimiz qalmaz və bir də ki, çox aclıq idi. Zaten Ömər bunu adı nədir, ictihad etsə də, etməsə də oğurluq, aclıq səbəbi ilə oğurluq olanın əli kəsilmir. Zaten bu rəvayətin özü biraz şeydir. Zaten şəriətlə bir insan aclıq üçün bir yerdən oğurluq eləyirsə, zaten ona əli kəsilmir. Niyə əli kəsilməli? Yox, İmam Əhməd biraz fərqli yanaşıb İmam Əhməd. İmam Əhməd deyir nə deyir? Əbu Bakr Əşrəm deyir ki, İmam Əhmədə belə demişdir. Deyir, din sünnət və ittiba üzərinədir. Yəni sünnət deyir, İmam Əhməd deyir ki, din sünnət və təqlid üzərinədir. İttiba təqliddir. Qiyas isə asla qiyas etmək şəklində olur. Əgər sən əsli yıxar da, Quran və sünnəti atar, doğrudan qiyasa getsən, qiyas etdim deyərsən, buna qiyas deyilməz. Yəni İmam Əhməd deyir ki, bu qiyas deyil. O halda Əhməd bin Həmbələ dedi ki, o halda ancaq əsli fərə bənzədilən böyük alimlər qiyas edə bilər, deyincə, dedi, bəli, ancaq böyük alimlər qiyas edə bilərlər. Belə Əhməd bin Həmbələ icazəli görməyib hər adamın qiyas eləməsini, ancaq böyük alimlər qiyas edə bilər deyib. Alacaq deyib bir şey. Yəni, budur da qardaş, yəni, indi burada bu mətni qoyursan ortaya qardaş, adam deyir ki, iştihad və qiyas uydurdular, nə bilim, Peyğəmbərin vəfatından sonra. Bir açıqlasınlar görə kimi ittiham edirlər. Hə, Murad? Açıqlasınlar görə kimi ittiham edirlər. Hamı getdi. Nə məsələdir? Mənim əzizim, bu nə işdir? Söhbət başqa gəldi. Hə, yayın atmışdı, indi gəldi. Səsim gəlir mənim? Gəlir. Axı mən bağlamaq istəyirəm. Burada azan verildi, cəm namazı qılam. Bağla. Ondan sonra da gömləyini. Hocam heç nə, Allah'a emanet ol, Allah sana bərəkət versin inşallah. Təbii Allah'a emanet ol qardaşım. Muhammed yatıb yəqin əxi. Məhəmməd yatıb, Canay Məhəmməd. Allah'ın imtihanı da neydi? Allah kömək olsun.